Amin sözünün mənası nədir? Amin sözün mənası odur ki, cümləni yazırsınız, sonra kompüterdə olduğu kimi enteri basırsınız. Amin sözünün mənası nədir? Amin sözünün mənası açıq bilmirəm. Yalan deyirəm. Amin sözünün mənası nədir? Bilmirəm. Amin sözünün mənasını bilirsiniz. Amin, belə deyim ki, amin sözü yeganə sözdür ki, bütün dillərdə eynidir. Əsasən dualardan sonra deyilir. Bütün dinlər, yəni bütün dillərdə dualardan sonra deyilir. Yəni bu sözün kökünə gedib qədim Misrə çıxır. Mənası nədir tərcüməsi? Tərcüməsi dəqiq bilmirəm. Səhv demirəmsə qədim Misirdə bu bir orada Fironun adı ilə bağlı idi. Akhenaton var idi. O Misirdə tək tanrıçılığı yayırdı. Onunla bağlı söz, duaların sözündə bunu nəyinsə bir qısalması olsun. Tam təfərrüatını xatırlamıram, belə bir şey olmadı. Amin sözünün mənasını bilirsiniz. Nə sözünü? Amin. Şükür eləmək demək deyil. Qəbul etsin. Allah qəbul etsin. Allah qəbul etsin.